Bugün bizim milli yığma komandanın demək olar ki 70%-ni milliləşdirilmiş əcnəbi futbolçulardır. İndi siz təsəvvür edin, mənim ürəyim Azərbaycanla döyülür. Mən Azərbaycanım, mən gedirəm oynayam deyək ki, hansısa bir postsovet məkanında hansısa bir yığmadır. Mənim ürəyim nə qədər olsa da Azərbaycanda bu qan buradadır, buranı istəyərəm. Yəni o qədər ora can qoya bilmərəm. Ona görə də bura gəlib millidə oynayan futbolçular o qədər önəm daşımır. Onlar sadəcə olaraq reklamdır. Yəni özlərinin karyeralarında irəliləyiş atmaq üçün milli yığmada hansı milli yığma komanda oynasın, sənin karyeranda hansı bir kluba keçəndə artıq üstünlüyü təşkil edirsən. Daha çox ona öz ölkəsində çıxa bilmir milli yığma səviyyəsinə. Ora çıxa bilmədin, burada keçir milli yığma komanda səsində. Sənin karyeranda artıq milli yığma komandada oyun var. Sən hansı bir kluba keçəndə artıq, deyək ki, Avropaya gedəndə, artıq o da baxılır ki, milli yığma komandada oynamısan. Və bu sənin üstünlüyü təşkil edir. Daha çox ona üstünlük verir. Siz baxın, klubda oynayan futbolçularla milliləşdirilmiş futbolçular, millidə oynayan futbol, həmən futbolçunun oyununa baxın. Fərq həddindən artıq böyükdür. Klubda daha çox canlı qoyurlar, çünki vəsait maaşı var, əməkçisi var, inkişaf oradan gedə bilər. Milli yığma komandaya görə can qoymurlar. Ona görə də biz bu gün problemi orada yaşayırıq. Çünki bu daxil o vətən sevgisi, milli ruh orada olmur.